Yaxşı. Yallah. Salam uşaqlar. Bir daha axşamınız xeyir olsun hər birinizin. Uğurlu olsun inşallah axşamınız. İşləmisiniz də yəqin testi, düzdürmü? 24-ü. Hamının məlumatı var idi, düzdürmü? Bəli. Əla. Bircə saniyə özümü də qoşuram. Ondan sonra başlayıb davam edirik. Sayılarını deyin mənə. Balxan neçədən düzüm var? Məndə 28 sən var. Bəli. Bir dənə Qəşəngdir. Şəmsiyə səndə. bir dənə də atom fizikasına aid var idi. Yəni Atom fizikası 29-da belə deyək. onunla daxil edib 8-sinə. Hə. Qəşəng. Yenə də nəticə əladır. Qəşəngdir. Şəmsiyə səndə. 25. 25. Normal, qəşəng. Sonra kimlər var bizdə? Gülay sən işləmsən? Bəli, işləmişəm. Neçə? 23 dənə. 23 dənə. Bəli. Normaldır, qəşəngdir. Başqa bizdə kimlər var? Elnur sən işləmsən? Hə Elnur. Elnur hələ işləyəcək. Yallah. Başlayaq onda bir sualların izahına. Vaxt itirmirik. Deməli, nədir birdən? Deyir, Q1 və Q2 yüklü zərrəciklər şəkildəki trayektoriyalar üzrə hərəkət edirlər. Buna əsasən yüklərin Q1 bölü Q2 nisbətini hesablayaq. Əvvəlcə uşaqlar gəlin, buna təsir edən Lorentz kütləsini tapaq. Əvvəlcə cisimlərə təsir göstərən Lorentz kütləsinin istiqamətini tapaq. Görək Lorentz kütləsi hansı tərəfə təsir göstərir? Ona əsasən biz yükünü təyin etmiş olacaq. İndi baxın uşaqlar, Lorentz kütləsi necə tapılırdı? Sol əl qaydası ilə. Əla. Sol əl ilə tuturuq ki, B ovucumuza daxil olur. 4 barmaq cəryan istiqamətində, baş barmaq isə qüvvəni göstərir. Yaxşı. Birinci halda nöqtədir. Sol əlimin içini tuturam ekrana tərəf. Çünki şəkildən bizə. 4 barmaq yuxarı olanda Lorentz hansı tərəf olacaq uşaqlar? Kim deyə bilər? Sağ tərəfə olur. Sağa doğru, düzdürmü? Bəli. Amma cisim hansı tərəf hərəkət edib? Sola doğru. Bəli. Tam əksi. Əslində qüvvə hərəkət çevirənin mərkəzində olmalıdır. Belə fırlanmalıydı. Amma indi görürsünüz ki 180 dərəcə əks baş verib. Onda belə çıxır ki, bu yükümüzün işarəsi necə yüklüdür? Mənfi. Müsbət olsaydı dediyim kimi bu tərəf olacaqdı. Qüvvə çevirənin mərkəzindən bu formada. Mənfi olub ki tam əksini götürmüşük. Olub bu istiqamətdə. Yaxşı, gəl Q2 içində Lorentzi təyin etməyə çalışaq. Deməli, maqnit induksiyası X-dır. X bizdən şəkillədir. Əlimizin içini tuturuq. 4 barmaq yuxarı olanda görürəm ki, Lorentz kütləsi hansı tərəfə yönəlib? Çevrənin mərkəzinə doğru yönəlib. Onda belə çıxır ki, bu yükümüz elə olduğu kimi necə yüklüdür? Müsbətdir. Müsbət yüklüdür. Onda biz baxıram, deyir ki, Q1 bölü Q2-ni tap. Biri müsbət, biri mənfidirsə, nisbətimiz nə olmalıdır? Mənfi olmalıdır. Mənfi olmalıdır. Ona görə bu 3 cavabı silirəm, gedir. Gəlirəm indi çevrə üzrə hərəkətdə yüklərin nisbətini tapmaq üçün. Yaxşı, biz bilirik ki, Lorentz kütləsi düsturun mövzusunda Lorentzi bərabər edirəm əvəzlədici qüvvəyə. F Lorentz bərabərdir MA-ya. Buradan QVB bərabərdir MV kvadrat bölünsün R. Buradan V'lərin birini ixtisar aparıram, yerdə qalır. Q bərabərdir MV bölünsün B vurulsun R. Bizə saniyə. Aha, gəlin birinci için yazaq. Birincinin kütləsi nə qədərdir? M. Sürəti isə 2V'dir. Hasil nə qədər eləcək bizə? 2MV. Əla. İnduksiyası B, radiusu isə R'dir. Vururam olur, B vurulsun R. Bu birincimiz. Və işarəsi mənfi. Keçirəm ikinci için. Q2 bərabərdir. Kütləmiz nə qədərdir? 2. 2M. Sürəti isə V'dir. Vuranda nə qədər eləyəcək? 2MV. 2MV. Bölünsün. Radiusumuz 3R. İnduksiyamız 2B'dir. Vuranda eləyəcək 6B vurulsun R. İndi baxıram uşaqlar, tərəf-tərəfə bölsək, bizdə nə istəyir? Q1 bölünsün, Q2-ni bilsin.
Hər tərəfə bölsəm 2 ilə m verilər gedir. B erlər gedəcək. 6 qalxacaq hara? Sürəti qalxır. Sürətə qalxacaq. Olacaq 6, qarşısında bir dənə nəyimiz var? Mənfi. Cavab olacaq bizə D variantı. Aydındır? Bəli. Keçirəm ikinci suala. Bir axın sürəti 2 metr bölü saniyə olan çayda. Deməli, çayın sürəti nə qədərdir bizdə? V çay bərabərdir 2 metr bölünsün saniyə. Bir suya nəzərən, bax, qayıq durğun suya nəzərən. Durğun su o deməkdir ki, suyun sürəti olmayanda qayığın sürəti neçə verir bizə? 8. Deməli, qayığın öz sürəti, özünün qiyməti neçə imiş? 8 metr bölünsün saniyə. Deyir ki, çay istiqamətində A-dan B istiqamətinə hərəkət edir. Deməli, çay da sağa doğru hərəkət edir. Çay da bu istiqamətdə hərəkət edir və qiyməti nə qədərdir bizdə? 2 metr bölünsün saniyə. Və hərəkət nəticəsində A-dan B-yə gəlir. Yaxşı. Mən hərəkət etməsəm, çay məni hansı sürətlə aparardı? 2 ilə. 2 ilə. Mən dayanmıram, özüm də çay istiqamətində 8 ilə hərəkət edirəm. Onda mənim yekun sürətim nə qədər olacaq? Nisbi sürətim. 10 toplantıda sürətlənəcək. Olacaq, toplanacaq. 2 plus 8 bərabər olacaq 10. Yaxşı. Neçə saniyə hərəkət edib? 6 saniyə. Əla. Onda A-dan B-yə getməsi üçün SAB nə qədər olacaq? V vurulsun T. Neçə eləyəcək? 60. 60 metr. İndi bizə deyir ki, qayıq eyni sürətlə, yəni 8 metr bölü saniyə sürətlə çayın əksi istiqamətdə. Bax, indi bunu dairəyə alıram. Deməli, mən uzunluğu tapdım ki, 60 metrdir. İndi deyir ki, qayığı çevir, suyun əksinə hərəkət eləsin. İndi bax, çay sağa hərəkət edir 2 ilə. Mən irəli getmək istəyirəm 8 ilə. Onda mənim nisbi sürətim nə qədər olacaq? Əks istiqamətdə. 6 metr bölünsün saniyə. Mən nə qədər yol getməliyəm A-dan B-yə, B-dən A-ya qayıtmaq üçün? 60 metrdə yol getməliyəm. Onda mən zamanı tapmaq istəsəm necə tapacam? T bərabərdir S bölünsün V. Bu da eləyəcək bizə 60 bölünsün 6, cavab olacaq 10 saniyə. Aydındır? Bəli, bəli. Tam doğru. Davam edilir 3-cü sualına. Bir 100 Newton qüvvənin təsiri altında tarazlıqda olan cismin kütləsini hesablayaq. Baxın, F qüvvəsidir. Eyni ipdə eyni gərilmə söhbətinə görə gəlirəm. Burada yazıram F, fırlanıram, burada yazıram F. Yaxşı, bu cismin aşağı bir mg qüvvəsi var. Və yuxarı neçəsinə qüvvə yönəlib, neçəsinə F-imiz yönəlib? 2F. 2F. Nəyə bərabər olmalıdır? Aşağı yönələn mg qüvvəsinə. Bəli. Və uşaqlar, F-i bizə neçə verib? 100 verim mən. 100. Onda olacaq 200 bərabərdir. M vurulsun, J'nin də qiyməti 10'dur. 10'la da 0'ın bir qısa geçsə, kütləmin neçə kiloqram olacaq? 20 kiloqram. Bu da bizim oldu C variantı. Aydındır? Bəli, bəli. Deyir ki, metal rezistoru 4-cü sualı və termistoru soyutsaq, ampermetrin göstərişi necədir? Ümumiyyətlə biz bilirik ki, metalların bir dənə müqaviməti temperaturundan düz asılıdır. Qalan bütün hallarda, qalan bütün mühitlərdə temperatur necə asılıdır? Tərs asılıdır. Aferin. Deməli, metalları soyduramsa, temperatur azaldıramsa, müqavimət nə edəcək? Azalacaq. Azalacaq. Amma qalan bütün hallarda temperatur azaldıramsa, müqavimət nə edəcək? Artacaq. Artacaq. Deməli, bunun müqaviməti artacaq. Və uşaqlar bizə ümumi gərginliyi sabit verib. Onda belə çıxır ki, paralel birləşmədə gərginlik hər yerdə eyni olduğu üçün burada U olacaq, burada U olacaq. Yaxşı. I bərabər Ohm qanunu düsturundan biz bilirik ki, U bölünsün R'dir. İndi birinci hissəsini yazsam. U sabitdir. R isə nə edib birincidə? Azalıb. R azalırsa cəryan işləti nə edəcək? A1 nə edəcək? Artacaq. Artacaq. Gözəl. İkinci için yazıram. I2 bərabərdir U bölünsün R'dən. U sabitdir. R isə artıb. R artıbsa cəryan işləti nə edəcək? Azalmış olacaq. Bəli. Deməli, A1 artar, A2 azalar. Artar, azalar cavabı da bizdə C variantı. Yaxşı. Deyir, deformasiyanın kiçik qiymətlərində mexaniki gərginlik nisbi uzanma ilə düz mütənasib asılıdır. Bax, deyir ki, deformasiyanın kiçik qiymətlərində mexaniki gərginlik nisbi uzanma ilə düz mütənasib asılıdır. Yaxşı, bu düstur. Nə qanunu idi bizdə? Hansı qayda idi? Huk. Bəli. Hukun bilirsiniz ki, iki qanunu var. Biri F bərabərdir. Mənfi K vurulsun delta L'dir. İkincisi sigma bərabərdir. Epsilon vurulsun Y'dir. Yaxşı, burada Y nə idi? Young modulu. Young modulu. Əla. Deməli, bizim bu cavabımız olacaq Huk qanunu. Bəli. 6 şifahi bir sualdır. 2 pi kök altı L bölünsün J nəyin ifadəsidir? Riyaziyyat rəqqasın periodu. Riyazi rəqqasın periodu. Tam doğru. C.
Gəlirəm 7. Qaynama temperaturunda olan 8 kilogram spirtin yarısını buxarlandırmaq üçün neçə kilojol istilik miqdarı lazımdır? Ümumiyyətlə uşaqlar bu böyük el var. Bu böyük el bizə nəyi verir? Yəni adı nədir? Xüsusi Xüsusi buxarlanma. buxarlanma istilik miqdarı. Aysa xüsusi buxarlanma. Yaxşı, xüsusi buxarlanmanı biz deyəndə deyirik ki, 1 kilogram maddənin buxarlandırılması üçün, düzdürmü? Yəni xüsusi nə varsa hamısı 1 kilogram maddə üçün. Yəni bunu qeyd kimi yazdıq bura. Yaxşı, buxarlanma istilik miqdarının düsturu nətədir bizdə? LM. Ay sağ ol. İndi bizə deyir ki, 8 kilogram spirtin yarısını buxarlandırmaq üçün neçə kilojol istilik miqdarı lazımdır. Onda mən 8 kilogram yox, 4 kilogram götürəcəm. Düzdürmü yarısı? Bəli. Q bərabər olacaq onda 4 vurulsun, 8.5 vurulsun, 10 üstü 5. Yaxşı, hesablama aparsaq neçə eləyəcək bizə? 4'ü 8.5'e bölən neçə eləyir? 34 eləyirmi? Bəli, 3400 eləyir. 34. Bizə də cavabı nə ilə istəyir? Kilojolla. 3 dənə sıfırıya saxlayıram kilojol, 10 üstü 5 dənə ikisini verirəm bura. Olacaq 3400. Tam doğru. Gəlirəm 8-ci məsələyə. Bir cismin yerə nəzərən sürətinin proyeksiyası zamanı asılı qrafik verilmişdir. Hansı intervala bu cisimlə bağlı koordinat sistemi ətalət hesablama sistemi qəbul etmək olar? Uşaqlar, əhlisi olması üçün şərtimiz nə idi? Düzxətli bərabər sürətləri eşit eləməli idi. Aha, sürət birinci konstant olmalıdır. Yəni birinci səbəbimiz budur. İkinci, ya sürət 0 olmalıdır. 0 olmalıdır. Sonra bir də yaza bilərik ki, f bərabər f əvəzləyici nə olmalıdır? 0. 0. Yəni bu üç haldan birini görsə, onsuz da bunlar hamısı eyni şey demək. Yəni sürət 0 olanda onsuz da əvəzləyəcək və 0 olacaq. Sürət konstant olanda 0 olacaq, sürət 0 olanda 0 olacaq. Yəni belə deyək ki, 3 hal kimi qəbul edirik. Yəni bu hallar harda varsa biz əhlisi qəbul etmək olar. Baxıram onda birincidə yeniləşən hərəkət eləyir. 0 T1'i atıram gedir. A variantı getdi, Y variantı getdi. Paralel olan yerlərə baxırıq. Bəli. T1 T2'də V konstantdır. Bunu götürəcəm. T2 T3'də yavaşlayan hərəkətdir. Bunu atıram gedir. T2 T3'ü də atıram gedir. Yerdə qalır bir də T3 T4. T3 T4'ə baxıram ki, sürət nədir burada? 0. 0. Ona görə cavabımız olacaq bizim B variantı. Bəli. Tamamilə doğru. Gəlirəm 9-cu suala. Deyir ki, sabit müqavimətli. Qeyd edirəm, müqavimət sabitdir. Cəryanın gücünün cəryan şərtinin asılı qrafik verilmişdir. Müqavimətin qiymətini hesabla. Yaxşı, gücün düsturunda cəryan şiddəti və R olan düsturumuz hansıdır? I kvadrat R. I kvadrat vurulsun R. Yaxşı, buradan R'i tapsam. P bölünsün I kvadrat. Ay sağ ol. P'nin kvadratı P bölünsün. Yəni 4 bölünsün. 0.1'in də kvadratı bizə neçə eləyir? 0,100 Bu da cavabımız neçə eləyəcək? 400. 410. Bəli. Baxıram D variantı. Əla. Davam edirik 10-cu sualına. Deyir Newton vurulsun, metr vurulsun, ohm bölünsün, volt vurulsun, saniyə bizə nəyi verir? Gəlin, mən öz metodumdan istifadə edelim. Yeni hərfləri yazıram. F vurulsun, X vur, R bölünsün, U vurulsun, T. Yaxşı. Fs, Fx bizə işi verirmi? Bəli. Onda bunu silirəm, yerinə yazıram A. Yaxşı. A'nın yerinə biz I, U, T yaza bilərik. Bəli. Ən rahatı bu olar məncə. Vurulsun R, bölünsün U, vurulsun T. Bax, T'lər gedir, U'lar gedir. Yerdə qalır. I vurulsun R. Bu da bizə nəyi verir? U'nu. U'nu və yaxud da yəni başqa adı nə idi? U'nu başqa adı nədir digər adı? Gərginlik. Potensiallar fərqi. Potensiallar fərqi, bəli. Potensiallar fərqi. Bəzisinin suallarda potensiallar fərqi düşəcək, bəzən isə gərginlik olaraq cavabı götürmüş olacaq. Əla. Gəldik 11-ci suallar inşallah. Bəzən çaşlı şagirdlər deyir ki, mü'nün asılılığını soruşanda bir də diqqətsizlik. Əslində biz mü'yə nə demişik? Mü nədən asılıdır? Maddənin bir də kərkətirliyinə. Səthin kələkötürlüyünə. Kələkötürlük səviyyəsindən silalanmasına. Amma bəzən şagird nədir? Deyir ki, müəllim, daha ağır olsa, yerlə daha çox sürtünəcək, sürtünmə əmsalı artacaq. Xeyr uşaqlar. Kütlə artdıqdan sürtünmə qüvvəsi artacaq. Amma sürtünmə əmsalı heç vaxt dəyişmir. Cavab olacaq burada nə? Y variantı. Y variantı. Gəlirəm 12. Deyir, cəryan şiddətinin amplitude qiymətinin yükün amplitude qiymətinin asılı qrafiki verilmişdir. Hansı nöqtəyə uyğun sərbəst ekspresiyasının periodu ən böyük? Yaxşı, inşallah siz mənə deyin görüm. Cəryan şiddətinin maksimal qiymətinin düsturu nətərdir bir də? I maksimal düsturu.
Q maksimal vurulsun omega yaza bilərik də buna, düzdürmü? Buradan omeganı tapsam nə olacaq? En bölün. Maksimal bölünsün, Q maksimal. Aysa. Yaxşı. Omeganın öz düsturu 2pi bölünsün t'dir bizdə. Bəli. Onda mən buradan t'ni tapsam nə olacaq? 2pi Q maksimal bölünsün İ maksimal. I maksimal. 2pi'ni qoyuram kənara. İndi mənə nə deyir? Deyir ki, periyodun böyük. Periyodun böyük olması üçün məxrəcin kiçik, Sürətin böyük. sürətin böyük qiyməti lazım. Deməli, i'nin kiçik qiyməti olacaq 1,5. Buna uyğun Q'nun böyük qiyməti isə 5,3. Beş. Harada kəsirlər? 5 nöqtəsi. Bəli. Tam doğru. Hı. Davam edirik 13-cü sualına. Deyir ki, sabit radiuslu çevrə üzrə, yəni eri konstant qeyd edilək, yadımızdan çıxmasın. Təcilin deyir tezlikdən asılı qrafik verilmiş, deyir çevrənin radiusunu hesabla. İnşallah bir dənə düsturumuz var, təcilin düsturu. A bərabərdir tezliyin olan düsturu. 4 pi kvadrat n kvadrat r. N kvadratı vurulsun R. Əla. Bunu sürüşdürək yuxarı. Bunda bizə də nəyi soruşur? Radiusunu hesablayır. R bərabər olacağında A bölünsün 4 pi kvadratı N kvadratı. Bərabər. Təcilimiz kiçik bir qiymət götürək 16. Bölünsün 4. Pi'nin kvadratını bizə verib 10 götürərsiniz. Götürək 10. Tezliyi neçədir ona uyğun? 2. O da 4. Kvadrat deyil 4. 4 vur 4 ilə 16'ını aparıram. Yerdə qalır 0,1 metr. Bunu da santimetre çevirsəm 10 santim. 10 santimetr. İnşallah bir dənə təcilin çevrə üzrə hərəkətdə düsturanı xatırlayaq hamısını. Bir dənə təkrar olsun bizə. Hərə bir düstur desin, bildiyiniz düsturlardan. Omega kvadratı R belənciyə deyirsiniz. Yəni. Aha, bəli, omega kvadratı R. Birini sən dedin. Sonra Omega v. Omega vur V. omega vurulsun V. Sonra V kvadratı bölür. V kvadrat bölünsün R. Sonra Asılışların yanında var. hə, dedik o 4 pi kvadratı 2 pi R n. bölünsün. T. Kvadrat. Aha. Aha. Sonra tezliyin ona düstur indi yazdığımızı yazaq. 4 pi kvadratı N kvadratı R. Sonra 2 pi n v. 2 pi bölünsün t vurulsun v. bəli, eyni body omeganın yerinə 2 pi böl t vurulsun v yazmaq olar və yaxud da 2 pi n vurulsun v də yazmaq olar. Bir də bu məsələn bu düsturda n-i artıram olacaq bizə nə? 4 pi kvadratı n kvadratı r bölünsün t-nin kvadratı. Kvadrat v. Bu da bizim təcilin düsturları. Çevrəsi hərəkətdə. Davam edirik 14 ilə. Verilmiş kütləli ideal qazın mütləq temperaturu izobar prosesdə. İzobar prosesdə P nə olacaq bizdə? Konstant. Konstant. Deyir ki, temperaturu 2 dəfə artıb. Temperatur 2 dəfə artıbsa PV bölünsün T'dən. P sabitdir. Temperatur 2 dəfə artanda həcmdə 2 dəfə nə etmiş olacaq? Artacaq mı? 2 dəfə artmış olar. A variantı tam doğru. Evet. Gəlirəm 15-ci suala. Deyir, dəyişən cəryan dövrəsindən qoşulmuş müqaviməti 20 olan. Deməli, R bərabərdir 20 ohm. Qızdırıcıdan axan cəryanın zamanlı asılı qrafikinə əsasən T bərabərdir 10 saniyə müddətində ayrılan istilik miqdarını hesabla. Baxaq uşaqlar, bizdə qrafikə baxıram ki, cəryan şiddətində qiyməti var. Bax, bu qiymət nəyin qiymətidir? İ maksimal. 0,1. I maksimal. Afərin. I maksimal bizə neçə amper verir? 0,1. Yaxşı. Zoolens istiliyi, yəni ayrılan istilik miqdarının düsturu bizə nətər idi? İ kvadratı RT. I kvadratı RT. Yaxşı, biz bilirik ki, ampermetr təsir edici qiyməti hesablayır. Yaxşı, onda I maksimalı nəyinə bərabərdir? Kökdəki nə bölünür? Kökdəki nisbətinə bərabər. Düzdürmü? Bəli. Gətirib testdə nəzərə alsam, olacaq I maksimalın kvadratı bölün. Kökdəki nə kvadrat edir bizdə neçə? 2. Vur R, vur T. Əla. İndi gəl qiymətləri yerinə qoyaq hesablayaq. 0,1'in kvadratı edir 0,1. Vurulsun R'imiz 20, zamanımız 10. Bölünsün 2. İnşallah 1, 0, 2, 0. Bundan eksər aparıram. Yerdə nə qaldı? 2 bölünsün 2. 1. Zabit edəcək 1. Əla. Bir saniyə davam edirik. Deyir, cismin başlanğıc kinetik enerjisi 40 joule. Ona təsir edən qüvvələrin əvəzləyici mənfi 20 joule iş görərsə, cismin kinetik enerjisi nə qədər olar? Uşaqlar, biz demişik ki, görülən iş nəyə bərabərdir? Kinetik enerjinin dəyişməsi.
A isə. Onda yaza Güzel, bilərəm də ben- Y kinetik 2 necə? Nəsə demək istəyən var idi. Yo, mən səhv gördüm bir şey oldu. Aha, aydındır. İndi bizə deyir ki, əvəzləyici qüvvənin gördüyü iş -20-dir. Yəni, -20 bərabərdir. Başlanğıc kinetik enerji 40-dır. Onda son axtarıram. Y2 çıxılsın 40. Onda Y2 qiymətimiz neçə olacaq? Kinetik enerjinin ikinci qiyməti. 20 olacaq. -20 üstə gəlinsin 40, cavab eləcək 20 çox. Aydındır? Bəli. Hə. Davam edirik 17-ci sualla. Verilmiş kondensator deyəndə nə sabit olur uşaqlar? S. Tutum. Bəli, tutum sabit olur. Əla, S sabit. İndi bizə tutumun düsturu S bərabərdir. Q bölünsün O. Onda Q ilə O necə mütənasibdir burada? Düz mütənasib. Bəli, SU yazırsan S sabitdir, düz mütənasib. Tamamilə doğru. Bunlar rahatdır. Davam edirik 18 ilə. Sabit temperaturda. Demək T konstantdır. T konstant. Enerjisinin maddə miqdarslı qraf verilmişdir. Qazın temperaturu deyil nə qədərdir? Şurada daxili enerjinin üstünə tədir bizdə. 2-də 3. Nüveyətdir. T. Yaxşı. Gəlin bütün qiymətləri yerinə qoyaq. Umunun yerinə qoyuram 48. Sadəcə kiloc oldu. Yazıram 48.000. Bərabərdir 2-də 3. Nüyümüz neçədir? 2. 2. Erimiz 8. 8. Vurulsun T. Hə, 8 yazaq buna. 2 ilə 2 gedir. 3 vur 8 neçə eləyir? 24. 24 ilə də bunu aparsam, qalır burada 2, yandır 3 dənə 0. 2000 bəli. Bəli, cavab olacaq 2000 kel. Tamamilə doğrudur. Sonra nə deyir bizə? Deyir ki, yer səthindən şaquli istiqamətdə yuxarı atılmış cismin sürətinin modun zamanı skarf verilmişdir. Cisim maksimal hündürlüyə neçə saniyə qalxmış? Uşaqlar, bu çox sadədir əslində. Yerdən hansı sürətlə atılıb? 30'la. 30-la. Və biz bilir ki, hər saniyə sürəti neçə azaldır? 10. 10. Onda neçə saniyə qalxacaq bu cisim ən yuxarı? 3 saniyə. 3 saniyə. Tamamilə doğrudur. 3 saniyə qalxmış olacaq. Və yaxud da V0 bərabərdir GT düsturundan yazılıb. T qalxma bərabərdir V0 bölünsün J. Yəni 30 bölünsün 10. Cavab neçə eləyəcək? 3 saniyə. Yaxşı 3 saniyə qalxıbsa hansı hündürlüyə qalxacaq? 5, 15, 25. Bəli, 5, 15, 25. Yaxşı. Hə. İşte birdən düstur yadımıza düş. Yəni bu qayda yadımızdan çıxsa düstur nə olacaq? H bərabərdir. Ya V0 kvadrat bölünsün 2J-dən, ya da JT kvadrat bölünsün 2-dən. Yerinə qoyarsın, yenə cavab olacaq 45 metr. Bu da bunu qalxma. Bizdən uçuş müddəti soruşsa nə qədər olacaqdır bəs? 3 qalxıb 6 saniyə olacaq. 6 saniyə olacaqdı. Bəli, bəli. 3 qalxıb işə düşür. Gəldi 20-ci məsələ. Adətən səhv olunur. Nisbi sürətlə qarışdırırlar bunu. Nisbi sürətlə nə mənada qarışdırırlar? Bəzən həqiqi mənada qarışdırılır da. Məsələn, indi burada tutaq ki, əks istiqamət hərəkət eləyir. Bəzən çıxırlar, bəzən toplayırlar. Gəlin buna aydınlıq gətirək. Deyir ki, kütləsi 300 qram olan top 6 metr bölü saniyə sürətlə hərəkət edərək divarla mütləq qeyri-elastiki toqquşur. Mütləq qeyri-elastiki o deməkdir ki, yəni mütləq elastiki üzrsə, mütləq elastik o demək ki, dəyib geri qayıdır. Yəni mütləq qeyri-elastik olsaydı toqquşub qalardı orada, mütləq elastik isə dəyib qayıdacaq. Bir toqquşma nəticəsində bu topun impuls dəyişməsini hesabla. Yaxşı, impuls dəyişməsinin üstünə nədir bizə delta P? FT. FT-dən başqa nə yazmaq olar? P2 çıxılsın, P1 yazmaq olar. Bəli. Özünə də. Düzdürmü? Bəli. Onda belə yazaq. MV çıxılsın, MV0. Yazdım belə. İndi baxın uşaqlar. Kütləsi 300 qramdır, 6 metr bölü saniyə. Onda P bərabərdir. MV0 neçə eləyir? Yəni başlanğıcdakı impulsumuz. 0.3 vurulsun 6 neçə eləyir? 1.8. 1.8. Aferin. İndi bax, belə deyim də. Elastiki qayıtdığı üçün əslində burada yazılmalıdır şey məsələsində. İtki nəzərə alınmır. Yəni bu hansı impulsa dəyirsə geri qayıtmalı həmin impulsdan da. Biz o məqsədlə istifadə edəcəyik. İndi baxın uşaqlar. Mən irəli getdiyi impulsu müsbət 1.8 götürmüşəmsə, müsbət qəbul etsəm, geri qayıdan necə götürməliyəm? Əks axı bu necə olmalıdır? 2 qat olmalı. Mənfi 1.8. Bəli. İndi baxın uşaqlar.
Deməli MV-ni götürdüm -1.8. Çıxılsın, o birisini neçə götürmüşəm? 1.8. Bunları çıxanda neçə edir? 3,6. 3.6. Bəli. İndi mənim aldığım cavab mənfi niyə oldu? Mən sağa gedəni müsbət, sola gedəni mənfi götürdüm. İndi tərsinə götürsəm cavab müsbət 3.6 olacaq. Yəni bizə burada nə lazımdır? Qiymət. Yəni qiymət olaraq neçə olacaq bizdə? 3.6. Deməli uşaqlar, dəyib qayıtma varsa, həmişə biz nə etməliyik impuls dəyişməsində? Hə, dəyib qayıtma olanda nə etməliyik ümumi impuls tapanda, impuls dəyişməsi tapanda? Toplamalıyıq, bəli. Toplamalıyıq. Bax, bunun bir mənalı şəkildə yadda saxlaması. Cavab olacaq 3.6. Gəlirəm 21. Bir diffraksiya qəfəsi üzərinə normal istiqamətdə ağ işıq dəstəsi düşür. Ekranda alınan müxtəlif rəngli birinci tərtib maksimumlardan üçü göstərilmişdir. Bu şüaların tezlikləri arasında. Uşaqlar, diffraksiya qəfəsi, diffraksiyada ümumiyyətlə düsturumuz necə idi maksimumlar şərti? Sinus fi, K vurulsun lambda. Və biz bilirik ki, meyl bucağı lambda necə mütənasibdir? Düz. Düz. Onda belə çıxır ki, meyl artdıqca lambda nə edirdi? Artırdı. Artırdı. Bir dənə rəngləri düzürəm bura. Və biz bilirik ki, aşağı getdikcə tezlik artır. Dalğa uzunluğu nə edir? Azalır. Azalır. Yuxarı getdikcə isə dalğa uzunluğu artır, tezlik azalır. İndi belə çıxır ki, ən çox meyl eləyən hansı, yəni dalğa uzunluğu nə olacaq? Ən böyük. Həmin dalğa uzunluğuna uyğun olan da rəngimiz hansı olacaq bizim? Qırmızı. Qırmızı. Onda belə deyirik ki, diffraksiyada ən çox meyl eləyən rəng hansı olurdu? Qırmızı. Qırmızı. Bəs dispersiyada ən çox meyl eləyən hansı idi? Bənövşəyi. Bənövşəyi. Əla. İndi biz dedik ki, yəni sağa doğru getdikdən tezlik burada nə edir? Dalğa uzunluğu nə edir? Artır. Artır. Çünki bucaq artdıqdan dalğa uzunluğu artır. Bəs tezlik nə edəcək onda? Azalacaq mı? Azalır. Onda belə çıxır ki, 1-də ən böyükdür, sonra 2, sonra 3. Yəni getdikdən tezliyi nə edir? Azalır. Tezlik olacaq 1 böyükdür 2-dən, o da böyükdür 3-dən. Cavab olacaq Y variantı. Tamamilə doğru. Gəlirəm 22-ci sual. Deyir ki, elektronların metaldan çıxış işi A çıxış və saxlayıcı gərginlik üçün hansı ifadələr doğrudur? Uşaqlar, vahidi voltdur. Sizcə hansının ki vahidi voltdur? Yəqin ki, gərginliyin vahidi olur, deyilmi? Bəli. Bəs elektron volt hansı olar sizcə? Bax, elektron volt sizi çaşdırmasın ha. Elektron voltu demək ki, QU. QU da bizə işi verirmi? Bəli, bəli. Onda bu nəyin vahididir? Çıxış işini. Ay, sağ ol. Skalyar fiziki kəmiyyətdir. Hansı sizcə? Hər ikisi. Hər ikisi. Həm iş, həm gərginlik, hər ikisi skalyar kəmiyyətdir. 3. Düşən işığın tezliyindən asılı deyil. Uşaqlar, çıxış işinin düsturu deyirik ki, H nü minimumdur. Və yaxud da HC bölünsün lambda maksimum. Bu, nü minimum və lambda maksimumdan başqa, bir də materialın növündən başqa heç nədən asılı deyil. Onda belə çıxış işığın tezliyinin asılı deyil cavabı hansına uyğun olacaq? Çıxış işinə. Tamamilə doğrudur. İşığın tezliyindən xətti asılı, yəni düz asılıdır. Onda yazıram H nü bərabərdir. A çıxış üstə gəlsin YU. Baxıram ki, U nü ilə necə bir tənasibdir? Düz. Onda 5-i də atıram bura. Deyir ki, düşən işığın intensivliyindən asılı deyil. Biri yaxı çıxış işi onsuz seçindən asılı deyil. U ləngidici ancaq nüdən, yekinetikdən, sürətdən və impulsdan asılıdır. Bir də dalğa uzunluğunun tərs qiymətindən. Yəni işığın intensivliyindən asılı deyil. Onda hər ikisinə aiddir. Yazıram bunu da bura. Deməli 2, 4, 3, 6, 1, 5. Tamamilə doğru. Davam edirik. İnşallah bu sualdan dünənki dərsimizdə izah eləmişdim səhv eləmirəmsə. Tam təzyiqin düsturu bizə nətərdir? Bax, ağzı açıq su hövzəsidir. P atmosfer üstə gəlinsin ρGH, düzdürmü? Balxan, nə deyirdin sən? Siz bir qayda demişdiniz, müəllim. Məsələn, 2 dəfə artanda 10 metrdir. O 3 dəfə 20, bəli. Tam doğrudur. Bax, deməli, dibdəki A nöqtəsi üçün təzyiqi yazmaq istəyirsən. Bir suyun ρGH hündürlüyü təzyiqi var. Bir də üstdən aşağı P atmosfer təzyiqi. Onda belə çıxır ki, tam təzyiq atmosferlə ρGH-ın cəminə bərabər. Yaxşı. H bərabər 0 metr nə deməkdir? Yəni biz suyun üstü üzərindəyik. Bu zaman tam təzyiq nəyə bərabər olacaq? Hə.
Suyun səthində tam təzyiq nəyə bərabər olacaq uşaqlar? Rho H yoxdur da, nəyə bərabər olur onda? Sıfıra bərabər olur. Sıfıra niyə bərabər? Atmosferin təzyiqinə. Hə, bəli, mən düz. Yəni 10^5-ə. Keçirəm, H bərabərdir 10 metr dərinliyə düşürəm. Onda P tam bərabər olur Rho H, üstə gəlsin P atmosfer. Yaxşı, Rho'muz 1000, J'miz 10, H'ımız da 10. Üstə gəlsin 10^5. Yaxşı, bu özü də 10^5 eləyir. Onda toplasan neçə nə olacaq? 2 vurulsun 10^5. 5. H bərabərdir 20 olsa, P tam bərabər olacaq onda nə? 1000 vur 10 vur 20 üstə gəlsin 10^5. Neçə eləyəcək onda bu? 3 vurulsun 10^5. Deməli uşaqlar, H 0 olanda 10^5. H 10 olanda 2 vur 10^5. H 20 olanda 3 vur 10^5. Bu formada nə edəcək? Davam edəcək. Bir də deyir ki, hansı dərinlikdə təzyiq 2 dəfə çoxdur? Baxıram. Harda 2 dəfə çox oldu? 10. Baxın sağ küncə. Bəli. Harda 2 dəfə çox? Hansı dərinlikdə? 11. 10 metr. Bunu mən niyə deyirəm? Əslində bu qısa da yaza bilərsiniz. Sadəcə əzbərləsə daha yaxşı, vaxt itirməməyə görə. Bəli. İndi məsəl üçün biz normal məsələni hesablasaq, bizə deyir ki, P tam bərabərdir Rho H, üstə gəlsin P atmosfer. Deyir ki, hansı dərinlikdə atmosfer təzyiqinin 2 dəfə çox olur. Demək tam təzyiqimiz 2 P atmosferə bərabər olsun. Yaxşı. 2 vurulsun 10^5 və bərabərdir Rho H 1000 vur 10 vur H üstə gəlsin 10^5. Yaxşı, bu 10^5-i atsam bu yüzden 2-dən çıxsam neçə eləyəcək? Bir dənə qalacaq, düzdürmü? Olacaq belə. İndi bax, 1-0, 2-0, 3-0, 4-0 aparıram. Onda H neçə metr qalacaq? 10 metr. Deməli, həqiqətən də 10 metr dərinlikdə olanda təzyiq 2 dəfə artarmış. Gəlirəm 24-cü suala. Bizə deyir ki, hansı nöqtədən güzgüyə baxsan, K nöqtəsini görə bilər. Yəni, hardan baxsan K-nı görəcəm. Mən xəyal görmək üçün, yəni cisimi görmək üçün güzgünün təpə nöqtələrini şüalar göndərirəm. Yaxşı, birinci şüanı göndərdim. Göndərdiyimiz bucaq altına geri qayıtmalıdır. Hələ biraz da belə sıxa bilərəm. Bax, bucaq bu olacaq. Yəni, bu bucaq bu bucağa bərabər. Demək, qaydanın biri bu. Qaydan 1. Bunu silirəm. İkinci şuanı göndərirəm bu nöqtədən bu gözüyə, bu təpə nöqtəsinə. Baxıram ki, bu da təxminən gəlib çıxacaq bizə, abdey bura. Onsuz bu tərəfə gedən bizə çox da önəmlidir. Bu da qaydan 2. Bizim görüş sahəmiz olacaqmı bu hissə? K harda qaldı? Hə, kənarda qaldı mı? Bəli, bəli. Ona görə də biz K nöqtəsini görməyəcəyik. Deməli, birdən baxsam K-nı görə bilmərəm. Ona görə də bir olan cavabları silirəm, gedir. Bu şəkil təmizləyirik. Keçirəm 2 nöqtəsinə. 2 nöqtəsindən yenə güzgünün təpə nöqtələrinə şüalar göndərirəm. Baxın inşallah, bir də diqqətli olun burada. Bu da normalımız. Yaxşı, normaldan 2-yə qədər məsafə nə qədərdir? 2 damadan az biraz böyük, düzdürmü? Bəli. Bax, bir dənə şəklimizi tarazlayaq. Bir dəqiqə. Aha, dedik ki, bax, bura məsafə 2 nöqtədən, bax, bura qədər 2 damadan çoxdur. Eyni məsafəni köçürürəm bura. Düzdürmü? İndi bunu birləşdirsəm. Sizcə, bu bizim qaydan şuamızın biri. Bax, qaydan 1. İkinci şu anda göndərirəm bura. Allah şinavənisin, çıxdı, getdi bu tərəfə. Bu da qaydan 2. Bizim indi görüş sahəmiz oldu bu. Sizcə, biz K nöqtəsini görə bilərikmi burada? Yerlə, qıraqda qaldı. Xeyr. Deməli, bu nöqtədə də K-nı görmürəm. 2-ni də silirəm. Gəlirəm 3 nöqtəsi üçün. 3 nöqtəsindən şua göndərsəm belə bu nöqtəyə. Bir dəqiqə. Baxın, buradan tarazi çəksə görəsə 1 dama, 2 dama, 3 dama, 4 dama yarım. 1, 2, 3, 4 yarım. Təxminən gəlib çıxır bura. Və avtomatik bu şua, yəni K nöqtəsi bunun arasında qalacaq. Yaxşı, ikinci şua daha maraldır. İkinci şuanı bura göndərsəm hansı tərəfə qaydacaq bu? Hansı tərəfə qaydacaq? Belə. Belə qaydacaq, bu ilə qaydar.
Bu tərəfə qayıdardım mən. Sol, Bu tərəf deməyə də sol deyə bir də sağ deyə. Hansı tərəf ola sizcə? sol tərəf. Ay sağ ol. Çünki düşmə normalımız budur. Alfa bucağımız qayıtma da buna bərabər olmalıdır. Olacaq belə. İndi bizim düşənlə qayıdanın arasında qalan görüş sahəmiz budur. Avtomatik baxırıq ki, K nöqtəsi düşdü, artıq bizim görüş zonamızda. Deməli, biz cavabda nəyə görmüş olacaq? Yalnız və yalnız 3-dən baxsam, cisimi görə bilərəm. Aydındır. Bəli. Gəlirəm 25-ci suala. Deyir ki, müsbət 2 Q yükünün çevrənin mərkəzi olan O nöqtəsində potensialı F-dir. Həmin nöqtədə yekun potensialı hesablayın. Uşaqlar, potensialın düsturu nətərdir? KQ bölünsün R. Bir də kəmiyyətdir. Skalyar. Yəni mənfilər nəzərə Skalyar. alınır. Aysa, yalnız nəyinə baxacam? Ancaq qiymətinə baxacam. İstiqamətinə baxmayacam. Yəni, mənfi müsbətə nəzər alacam. İndi baxıram. Müsbət 2 Q-nün üçün gəlin tapaq. Fi bərabərdir. 2KQ bölünsün, məsafə də buradan bura R-dir mi? R. Və bunun qiymətini bizə test özünə verib. Fi. Fi. Aysa. Keçirəm ikinci 4Q üçün yazıram. Yazıram fi bərabər 4KQ. Yenə məsafəmiz R. Onda balaxan bu neçə fi olacaq bu? 2 fi olacaq. Aferin. Gəlirəm mənfi Q üçün yazıram. Fi bərabər olacaq onda. Mənfi KQ bölünsün yenə məsafəmiz R. Onda bu neçə olacaq uşaqlar? 0,5, mənfi 0,5. Mənfi 0,5 fi. Və bizə deyir ki, yekunu tap. Onda bunların hamısını toplamalıyım. Neçə eləyəcəm da? 2,5 fi. Tamamilə doğru. Davam eləyək. 26. 26 əslində çətin bir sual deyil. Sadə bir şeydir. İzotoplar verilib. Baxıram ki, aşağılar eynisə proton sayı eynidir, elektron sayı eynidir. Biri 23'dür, biri 24'dür. Burada artıq neutron sayıları fərqli olacaq. Yəni inşallah dərs keçəndə baxarıq rahat ətraflı. Gəlirəm 27-ci suala. Deyir ki, sarğazdakı cəryan şiddətini 3 dəfə artırdıqda, yəni I2 bərabərdir 3 I1 olduqda, maqnit sahəsinin enerjisi 16 joule artdı. Yəni W2 bərabərdir W1 plus 16. Və deyir sarğac. Onda sarğacın indüktivliyini sabit götürürəm. Onda bizim enerji düsturumuz hansı olacaq? 50 kvadrat bölünsün 2. 50 kvadrat bölünsün 2. Yaxşı. Buradan biz görürəm ki, W ilə I necə mütənasibdir? Kvadratik. Düz kvadratik. Onda W1 bölünsün W2 bərabərdir. I1 böl I2-ni kvadrat yaza bilərəm. Bəli. Əla. İndi gətirək qiymətləri yerinə qoyaq. W1 bölünsün W1 plus 16 bərabərdir. I1 bölünsün 3I1. Onda kvadratı. Bu da bizə eləyir 9-1. Tənasibi həll eləsəm 9W1 bərabərdir. W1 plus 16 8W1 bərabərdir. 16. Onda W neçə eləyəcək? 2 joule. Aydındır? Bəli. Əla. Tamam və doğrudur. Gəlirəm 28. Bir dalğa uzunluğunun rəqs tezliyinə asılı diaqramı verilmişdir. Dalğanın yayılma sürətləri arasındakı əlaqəni quraq. Artan sırayla yazmalıyım. Yaxşı. Biz bilirik ki, lambdanın düsturu nətərdir bizdə? S vurulsun T. V vurulsun T. A isə. Onu tezliklə yazsam olacaq. V bölünsün nü. Əla. Buradan V-ni tapsam nə olacaq? Dalğa uzunluğu tezliyin hasilə bərabərdir. A isə hasil. Onda ən böyük hansı olacaq sizcə? 3 olacaq. Hər ikisinin ən böyük qiyməti 3-dür. Bizə deyir ki, artan sıra. Demək, ən böyük 3-ü yazıram bura. Sonra gəlirəm 1 ilə 2-yə. 1 ilə 2-nin tezlikləri bərabərdir. Bax, tezliklər bərabər. Lambdası böyük olan dalğa uzunluğunda sürətlə nə olacaq? Böyük olacaq. Onda 2 də 1-dən böyükdür. Deməli, ən böyük 3, sonra 2, sonra 1. İndi artan sıra istəyirsə 1, 2, 3. Aferin. Gəldik radio qəbul edici. Radio rabitənin prinsipləri. Bir danışaq özümüz. Deməli, 2 burada nəyə göstərir? Antena. Antena, yəni qəbul edici. Antena. 3 nədir? Diod. Diod. Nə işə yarayır? Düzləndirir. Düzləndirir. Biraz da buradakı adından danışaq. Adına burada nə deyirlər başqa cür? Dioddan başqa. Pulsasiya edirdi, nə edirdi? Bu detektor. Hə, Bəli. dedektə edirdi, Detektor. bəli. Bəli, detektordur, ayırırdı. Yəni müsbəti mənfilərdən ayrı belə deyir. Artıqlar kəsb atır. Sonra gəlirəm uşaqlar. Yalnız buna baxıram. 1.
Bax, yalnız Dəyişən birə baxıram. Dəyişən kondensat. Dəyişən tutumlu Kondensat. kondensator. Yaxşı. İndi mən bütöv baxmaq istəyirəm. Bax, bütöv bu hissənin adı nədir? rəqs konturudur. Rəqs konturu. Rəqs konturu nə işə yarayır? Elektromaqnit rəqsləri yaradırdı. Yox, rəqsləri nə edir? Köklüyür, hə. Kökləyir. Yaxşı, bu proses biz yadına gəlsə dedik köklüyür. İndi bu proses necə baş verirdi? Baxın, dəyişən tutumlu kondensator var. Burada periodun düsturu nətərdir bizdə? 2pi Kök altda elsi. elsi. Bax, dəyişən tutum deyirəm. Tutum artıb azalır. Tutum artıb azalanda periyodda nə edəcək? Artıb azalacaq. Və bizim dalğa uzunluğunun düsturu dedim ki, lambda bərabərdir. V vurulsun T. İndi periyod artıb azaldıqdan dalğa uzunluğu nə edir? Artıb azalır. Və buna deyirlər kökləmək. Baxın, biz bunu harda bilirik? Radioda məsələn 101.5 FM, sonra biraz o dizəyi fırlayırsan, olur məsələn 102 FM. Bax, bu nəyin hesabına baş verir? Rəqs konturu hesabına, dalğaları kökləmək, tutumu artırıb azaltmaq hesabına baş verir. Aydındır? Bəli. Gəlirəm 4. Bəs 4 nə işə yarayırdı? Kondensator. Ən axırıncı proses. Kondensator. Aha. Sabit tutumlu kondensator. Nə işə yarayırdı? Hamarlama. Demişik ələk. Bəli. Ən axırda ki, o içindəki artıq qalan xışıltıları, zirzibilləri kəsib tutulur. Əslində bunun şəkli biraz səliqəsi düşüb bu axırıncının. Bu bizə nə idi? Qışqıran yazırsınız. Hə, nə idi adı? Ucadan danışana. Ayda. Uca danışan. Yaxşı. Kim deyə bilər uca danışanın iş prinsipi nəyə əsaslanır? Sual düşür ki, ucadan danışan iş prinsipi nəyə əsaslanır? Maqnitə o demək istəyir. Bəli. O maqnitdə şeylər var, maqnit indüksiyasının dəyişməsi falan, Lenz qaydası. Bəli. Elektromaqnit induksiya yaza bilərik. Elektromaqnit induksiya hadisəsinə. Aydındır? Bəli. Arxasında maqniti yada saxlayın. Bax, müsbət mənfi cərəyan şəti gəlir. Varmı orada cərəyan şəti? Kalonkada belədir. Həmçinin də arxasında maqnit varsa, burada maqnit hissəsi artıb azalır. Yəni bu elektromaqnit induksiya hadisəsinə əsaslanır. Bax, bunu iş bilin. Bir də gəlirəm, bax bu balaca hissəyə. Bura. Bu nə idi? Torpaqlama. Torpaqlama. Əla. Qaldı bizim bir dənə sualımız. Bu da bizim yaxşı bir sualdır əslində. Təkrar eləmək üçün bir bölgü falan tapmaq üçün. İnşallah bir bölgünün qiyməti necə tapılırdı? Qonşu bölgüləri bir-birindən çıxıb aralarında sayı bölürdü. Ay sağ ol. Böyük qonşudan kiçik qonşunun çıxıb aradakı saya nə edirdik? Bölür. Ay sağ ol. Gəl götürək məsələn biz 3-dən 2-ni. 3 çıxılsın 2. Baxıram 3-dən 2-nin arasında. Bax 3-ün özünü saymıram. 3-ün özünü saymıram. Biraz balacalaşdıraq. Ondan sonra 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Artıq üzürsün. 9 niyə oldu? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Çapın səhvidir bu. Yaxşı, 4 ilə 5-ə baxaq. Gəldiyi rəqəm tapdı da biz. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə. Baxın bir də sayım. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə. 10 olmalı inşallah. Daha rahat qiymət alsın cavablarımıza uyğun. Deməli 10 dənə də bölgümüz var. Onda neçə eləyəcək bizdə? 0.1. 0.1. Deməli bir bölgünün qiyməti nə qədər oldu bizdə? 0.1. Vahidi nədir? Yəni vahid olaraq yazsaq metr. Xəttkeşdə əsas vahid olaraq metr qəbul olunacaq. Gəlirəm uşaqlar nisbi uzanma. Nisbi uzanma biraz gözləsin. Əvvəl mütləq uzanmanı tapaq. Mütləq uzanma necə tapılırdı? Delta L idi. Yəni L çıxılsın L0. Son başlama. Bəli, son uzunluq, bəli. Baxıram, son uzunluğa baxaq. 2-dən 9-a qədər. Neçə santimetr eləyir? 7. 7. Başlanğıca baxıram, 3-dən 8-ə qədər neçə santimetr eləyir? 5. 5. 7 çıxılsın 5 eləyəcək 2 metr. Deməli, mütləq uzanmanı tapdım 2 metr. Gəlirəm nisbi uzanma. Nisbi uzanmanın üstünə nədir? L çıx L0 bölünsün L0. Delta L bölünsün L0. Delta L tapmışam 2 metr. L0 da bizdə 5 metr. Böləndə neçə eləyəcək? 0.4.
Vahidi varmı? Xeyr, çünki metr Yox. metr onlar gedir. Əla. Və bizə deyir ki, çubuğun başlanğıc uzunluğunu tap, o da bizə nəsə olacaq? 5 metr. Aydındır yoldaşlar. Bəli. Və bu da bizim bugünkü sınağımızın izahı. Yenə əlavə dəstək olan vaxtı mən əvvəlcədən xəbər etdim. Çünki sabah alınmayacaq çox güman ki, sabah hazırlığım çox olacaq. İnşallah ola bilər ki, ikinci gün əlavə keçərəm. Yəni keçməmişdən qabaq inşallah mən deyəcəm hansı sınağı işləyir. Həmin sınağın səhvlərinə baxacağıq Allah qoysa. İnşallah. Kimin nə sualı var sınaqla bağlı? Xeyr, çox sağ ol. Yox da. Başqa əlavə məsələn bir maraqlandıran bir mövzu və ya da sual varsa verə bilərsiniz inşallah. Yox yəqin ki. Xeyr. Oldu onda uşaqlar. Sağ olun. Gecəniz xeyrə qalsın. Özünüzə müayət olun. Çox sağ olun. Sağ olun. Sağ olun. Allah amanında. Sağ olun. Allah zeynasılı versin.